Salam əziz şagirdlər. Bugün Elməttin Tağıyev kitabından 10-cu 11-ci siniflər üçün və 9-cu siniflər üçün vektorlar, həndəsə çevirimləri və hərəkət haqqında danışacağam. Deməli, suallarımız hələlik 40 dənə sualın izahını verəcəm. Növbəti videolarda isə davamlı inşallah deməyə çalışacağam. Başladıq uşaqlar. Vaxt itirmədən başlayaq sualların izahına. Deməli, A vektorun koordinatlarını verib, bir də B vektorun koordinatlarını verib. Deyib ki, A koordinatları 0, 0, B vektoru isə 3, 4. AB vektorun başlanğıc və son nöqtələridir. Vektorunun başlanğıc və son nöqtələri nöqtəsidir. Bu vektorun komponentlərinin tapımı. Komponentləri uşaqlar koordinatları deməkdir. AB vektorunun birinci sual. Komponentləri deyəndə B vektorundan A vektorunu çıxmaq lazımdır. Dərs izahında atmışam. B vektorun koordinatları uşaqlar. Deməli, indi belə bir möhtəzə şəkildə bəzən. Biz də belə seçək. 3, 4. Belə yazdım. Çıxılsın. 0, 0 nöqtəsi. Bu necə çıxacam? 3-dən 0-ı çıxacam. Eləcə 3. 4-dən 0-ı çıxanda 4. Yəni, heç nə dəyişməyəcək. Çünki A-nın koordinatları nə oldu? A-nın koordinatları ilə 0, 0 oldu deyə dəyişmir. 1-də olacaq 3, 4. Yəni 1-də olacaq A bəndi. 2 eyni qayda siz işləyəcəksiniz. 3-ə baxaq. 3-ün izahına baxaq. 3-ün izahında A vektorunun komponentləri deyib ki, 8 və 6-dır. A-nın koordinatları deyəcəm mən. 8, 6-dır. Bu vektorun uzunluğunu tapın. Uşaqlar, uzunluğu tapmaq çox asandır. Vektorun uzunluğunu tapmaq üçün kök altında 8-in kvadratı plus 6-nın kvadratı olacaq kök altında 64 plus 36. 64-dən 36-nı toplayanda kök altında 100. 100-dən də təbii ki 10 çıxır. Bu qədər sadə. 5-ci qayda. Yenə də indi deyib ki, A əgər A-nın komponentləri, koordinatları 2, 3 olarsa, buna bərabərlik qoyaq, 2, 3 olarsa 2A-nın komponentlərini tapın. O deməkdir ki, 2 vurma 2, 3 deyirsə, olacaq 2-ni 2-yə verəcəm 4, 2-ni 3-ə verəcəm 6. 4, 6 olacaq. Cavab 4, 6 A bəndi. Bunu da A bəndi. Deməli, 3-də nə idi? 10 tapmalıydım. D bəndi. Hamısını sərgilə şəkildə yazıram ki, siz də yazarsınız. 7-ci sualda, deməli, 7-ci sualda nisbətən bunlara baxanda çətindir. A-nın koordinatlarını bizə verib 0, 2. B-ni koordinatlarını bizə verib 1, 3. Deyib 2A minus 3B vektorunu tapın. 2A vektoru çıxılsın 3B vektoru. Uşaqlar, 2A vektorun o deməkdir ki, 2, A-nın yerinə yazsam 0, 2 vektoru. Bir də çıxılsın 3 vurma 1, 3 vektoru. İndi baxın, 2-ni 0-a verəcəm 0, 2-ni 2-yə verəcəm 4. Çıxılsın 3 birim 3, 3 üçün 9. 0-dan 3 çıxanda mənfi 3. Mənfi 3. 4-dən də vektorlar çıxanda uşaqlar x-dən x-i çıxasam, yadda saxlayın. Y-dən y çıxasam. 0-dan 3-ü çıxanda mənfi 3. 4-dən də 5-i çıxanda mənfi 4-dən 9-u çıxanda mənfi 5. Olacaq mənfi 3, mənfi 5. Elə bir cavab var. Baxın. Mənfi 3, mənfi 5. Cavab D bəndi. Ondan sonra uşaqlar 9-cu sualda deyib K-nın hansı qiymətdə vektorlar kolinerdir. Koliner vektorlar nə idi? Bax, koliner vektorlar uşaqlar, koliner vektorlar uyğun qiymətlərin nisbəti eyni olmalıdır. K-nın hansı qiymətində? K-nın hansı qiymətində? Ona plus minusun ikisində baxacam. K bölünsün. Bax, bunun K-sı var uşaqlar. K-sını böləcəm 12-yə. Bölünsün 12 bərabərdir 3 bölünsün K-ya. 3 bölünsün K. Olacaq K kvadratı. K-ya verəndə K kvadratı 36-dır. K da olacaq plus minus 6. Belə. 9-cu sualda. 11-ci sualda A çıxılsın B vektorunu tapın. Təbii ki, bu da asandır. A çıxılsın B. Amma hamısı görürsünüz, asan da olsa izah edirəm ki, sabah demin ki, müəllim başa düşməmişik. 2, 3. B vektoru da olur. Deməli, olur mənfi 3, 4. Uşaqlar, bizdən deyib A çıxılsın B vektorunun uzunluğunu tapın. A çıxılsın B o deməkdir ki, A-nın koordinatları 2, 3-dür. Çıxılsın mənfi 3, 4. İndi olacaq 2-dən mənfi 3 çıxanda olacaq 5, 5. 3-dən də 4 çıxanda mənfi 1. 5, mənfi 1. Hanı elə bir cavab var? 5, mənfi 1. D bəndi.
İndi baxaq uşaqlar, biz şəkildə suallar sizi çaşdıra bilər. Keçdik, belə deyim, tam sürətdən buna, belə suallara. Bunu elə üzərində işləyəcəm. ABC paralelogramdır. D diaqonal nöqtəsində kəsişmə nöqtəsidir. CB vektoru, hanı CB vektoru? CB vektoru, vektorun istiqaməti belədir. Ondan sonra baxaq. Ondan sonra baxmaq lazımdır ki, sonra nə deyib? CB vektor nöqtəsidir və CB vektoru AOB və BOC vektoru ilə ifadə edin. Yəni vektorun CB vektoru. CB vektorunu ifadə edirəm. Neçənci sualdır? 13-cü sualdır. Necə ifadə edəcəm uşaqlar? Deməli, mən bunu ifadəmi deyirəm sizə. Baxın, elə şəkil çəkilib deyə üstündə işləyəcəm. Mən OB vektoru deyirəm. OB, hanı OB vektoru? OB. Deməli, istiqamət bu tərəfdədir. Baxın, OB dediyi üçün istiqaməti bu tərəfdə olmalıdır mütləq. Bu vektor belə. Sonra nədir? OC vektoru. OC hanı? Bu da belə. OC vektoru, bax belə. İstiqamət, bax, OC deyib deyə, O'dan C-yə gəlib də, o baxımdan belə. Baxın, mən sizə demişdim ki, uşaqlar, bax, birinci vektorun, baxın, diqqətlə, birinci vektorun, gözün elə bir dənə, deməli, OB vektoru demişdi bizə, ondan sonra bir də OC vektoru demişdi. Deməli, bax, OC vektorunun qiyməti nə deyib? B deyib. OB vektoruna isə A deyib. Buna bir x deyirəm. Baxın, toplanma qaydası yadımıza salaq. Bax, bunun sonu ilə bunun başlanğıcı birləşib. Deməli, onda x ilə B-nin, B vektorunun cəmi A vektoruna bərabərdir. X-i tapanda olacaq A vektoru tənli kimi də çıxılsın B vektoru. A vektoru çıxılsın B vektoru. C bəndi. Belə. Paralel köçürmədə çox asandır uşaqlar. Paralel köçürmə yadınız gəlirsə, lap super bir bölmə idi. 15-ci suala baxaq. Deməli, 0, -3 nöqtəsi 4, 0 nöqtəsinə keçir. -2 isə 1 nöqtəsi hansı nöqtəyə keçir? Yadınızdadırsa, deyirəm, x nə qədər çoxalıb? Deyirəm, 4 vahid çoxalıb. Deməli, bu növbəti funksiyada da 4 vahid çoxalacaq. -2, 4 vahid çoxalanda müsbət 2. -3 imiş, 0 olub. 3 vahid çoxalıb. Deməli, bu da 3 vahid çoxalanda 1 üstə 3 gələndə 4 eləyəcək. 2, 4 olacaq cavab. 2, 4. Elə bir cavab var. D bəndi. 17-də baxaq. Deməli, bu asandır. Deməli, 17. Deyib uşaqlar, A nöqtəsi 3 -1 nöqtəsi, deməli, x1 plus 1, y çıxılsın 3 qaydası ilə dəyişib. Bu paralel köçürmə ilə düsturdur da. Deyib x yeni bir A çoxluğu var, nöqtəsi var. Bunun x-i 1 var çoxalıb 3 idi. 1 var çoxalan neçə olacaq? 4 olacaq. -1 idi, 3 vahid azaldı, -4 oldu. 4 mənfi cavab D bəndi. Ondan sonra 19-a baxaq. O x oxuna nəzərən deyəndə o x olduğu kimi saxlayıram, mənfici olduğu kimi saxlayıram. Digərini dəyişirəm. -3, -4. -3, -4. B bəndi. O y ox deyəndə y olduğu kimi saxlayıram. -4 olduğu kimi saxlayıram. Digərin əksini çevirəcəm. -2 olacaq. Belə. Bu belə. Bunlar asandır. Da onların çox üstünə düşmürəm. Deməli, nəyə baxacaq onda buna? 23-ə baxa bilərik. 22-yə baxaq əvvəlcə. Təpə nöqtələri deyib ki, budur. Təpə nöqtələri olan budur. Üçbucaqdır. Deməli, bir dənə təpə nöqtəsi olan üçbucaq deyək. 23-cü sual. Bir dənə üçbucaq çəkək. Qəşəng şəkildə. Qəşəng şəkildə çəkək ki, baxaq. Başımıza nə gələcək? A, B, C. Deməli, ondan sonra A-nın koordinatlarını verib 1, 2. Yazaram 1, 2. 1, 2. Ondan sonra B-nin koordinatlarını verib -2, 3. -2, 3. Ondan sonra C-nin koordinatlarını verib 4, -1. 4, -1. Ondan sonra deyib ki, bir ABC üçbucağından növbəti bir dənə üçbucağa keçir. X-i həmişə, baxın, X-i 1 vahid azalır. Bax, X-i. Növbəti bir dənə elə buna oxşar bir dənə üçbucaq var. Bunun elə bir düsturunu da verib ki, x-i nə qədər eləyir? X eşitdir bərabərdir. X minus, bax, orada düstur yazıblar. X minus 1, y eşitdir isə y plus 2-dir. Bax, elə hər bir üçbucağa baxım bir də. Bu neçədir? 1, 2 idi deyəsən. Bir dənə baxım özüm. 1, 2 idi, hə. X-i 1 vahid azaltdım. 1 olacaq nə? A eşitdir bərabərdir. 1 vahid azaldanda 0,
Y2 idi, 2 vahiddə çoxaltdım 4 oldu nöqtələri. İndi bu C-yə baxaq. C-nin koordinatlarını 4 idi. 1 vahid azaltdım. 3 oldu. İndi Y isə 2 vahid çoxaltdım, müsbət 1 oldu. Bu da C nöqtəsi. C iştirakdır. İndi qaldı bir dənə B iştirak. Bunu necə tapacağam? Deməli bunun koordinatları nədir uşaqlar? -2, 3-dür. -2-ni 1 vahid azaltdım, -3 oldu. 3 idi, 2 vahid azaltdım, 5 oldu. Olacaq cavab 3, 1. Baxaq elə A-da olacaq. A 0, 4. Elə bir cavab var, bəli. B-si olacaq -3, 5. Düzdür. C-si olacaq 3, 1. Elə A bəndi. Baxın indi uşaqlar, yenə də eyni düsturdur. Deyib x-i 2 vahid çoxaltdım, 0 olacaq. X 0 olanları seçirəm, digərlərini atıram, belə deyim. Ondan sonra y-si 3 vahid azalıb 4-dür, 3. 4-dən 3 çıxanda 1 alındı. Cavab olacaq 0, 1. Cavab C bəndi. Görürsünüz? Paralel köçürmədir. Vektorla aid sual yoxdur. Çox paralel köçürmədir. Hə, indi 40 dənə sual deyildi. Deyəsən neçə sual izahını vermişdim. Hamısını vermişdim və mən hamısını verməmişdim. Yox, 28 dənə sualın izahını vermişdim. Hə, 28 amma vaxtımız olarsa opsiyona da baxarıq. Vaxtımız olarsa, yoxdursa baxarıq davamına. -5, 2 nöqtəsi deyib ki, budur. Yenə də eyni qaydadır. Da onu deməyəcəm. Bu da eyni qaydadır. Paralel köçürmə nöqtədən 4 vahid sola, 3 vahid aşağı hərəkət edərsə, aşağıdakı uyğun 4 vahid sola edilibsə, bu -4-dür. Vahid aşağı edilibsə, -3-dür. 4, -4, -3. Sağa desəydi müsbət olacaqdı. Sola deyəndə mənfidir, aşağı deyəndə mənfidir. -4, -3. Paralel köçürmədə 5 vahid sağa müsbət 5-dir. 3 vahid aşağı, hə, 5, -3. Elə bir cavab var. Bəli, 5 -3 C bəndi. Bu qədər uşaqlar. Çox sadə idi. Məncə elə bu sualları çox asan işləyəcəksiniz. Elə də çətinlik olmayacaq. Uğurlar sizə. İnşallah daha da bunun davamını inşallah eləyərik, işləyərik. İndi bunun davamında inşallah izahların, yəni elə vaxtımız varsa izahlarını çəkərəm. Məsələn bu suallar məsələn düşmür deyə bunları elə də mən eləmirəm, işlətmək istəmirəm. Amma bir dəsən baxaq, şəkildə deyib M düz xəttini nəzərən əks etmə hərəkət təsvir edilmişdir. Dəyişən qiymətlərini tapın. Bax, uşaqlar, belə bir şey deyim də sizə. Bu buna əks edilib. Elə bu buna əks edilib. Buna dəyişilib. Bax 7-dir. Bu da 2A - 1-dir. Bu buna eyni deyə. Onda 2A - 1 bərabərdir 7-yə. 2A bərabərdir 8-ə, A da bərabərdir 4-ə. Birinci A-sı 4 olmalıdır. Hələlik A-sı 4, 2 dənəsi var. Bununla əks etmə olduğu üçün bununla bu eynidir. Elə bir güzgüdür. Bu elə bir düşü buna. 3x bərabərdir 6-ya, x də bərabərdir 2-yə. Bu belə. Ondan sonra bu da 2y plus 1 bərabər 9-a, y də olacaq 4-ə. Belə bir cavab hansı tərəfdə var? Bir daxil elə A bəndi. Hamısı bu şəkildədir. Da bunların hamısını demirəm. Eynidir. Bax, eyni. Bax, buna bax. Bunun 3b gəlib buna bərabər olacaq. Bu 6-ya. Əks edilib də 100 dərəcə tərəfindən. Vaxtınız varsa uşaqlar, bunlar da işləməyiz daha məsləhətlidir. Bunlar da simmetriyadır. Yəni bunlar da asandır. Xahiş edirəm indi vaxtınız olsa bunlar da işləyərsiniz. Olmasa 28 dənə tam sual işləyərsiniz. Oldu, sağ olun uşaqlar. Salamat qalın. Özünüzə yaxşı baxın, suallara diqqətli şəkildə baxın.